Mayın 21-də Bakıda Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında ticarət iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə hökumətlərarası komissiyanın 8-ci iclası keçirilib. Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, iclasa Azərbaycan tərəfindən Baş nazirin müavini Samir Şərifov, Tacikistan tərəfindən isə Usmonali Usmonzoda rəhbərlik edib. İclasda Samir Şərifov qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev ilə Tacikistan prezidenti Emomali Rəhmon arasında yüksək səviyyəli siyasi dialoq ikitərəfli münasibətlərin inkişafına mühüm təkan verir. Xüsusilə 2024-cü ildə Tacikistan prezidentinin Azərbaycana dövlət səfəri çərçivəsində imzalanmış strateji tərəfdaşlıq haqqında bəyannamə münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldib. Azərbaycanın Mərkəzi Asiya dövlətləri, o cümlədən Tacikistan ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyi qeyd edilib. Bildirilib ki, Azərbaycan 2025-ci ilin noyabr ayında Mərkəzi Asiya dövlət başçılarının məşvərət görüşü formatına tam hüquqlu iştirakçı kimi qoşulması regionlar arası əlaqələrin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. 2025-ci ildə Azərbaycan ilə Tacikistan arasında ticarət dövriyyəsinin 84%, strateji əhəmiyyətli tranzit daşımalarının isə 50% artması ilə müşahidə olunan müsbət dinamika təqdir olunmaqla yanaşı, ölkələrimizin iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensialın mövcudluğu vurğulanıb.